Bugün Azərbaycanın milli qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Polad Həşimovun dünyaya gəlişindən 51 il ötür. Polad Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndindən anadan olub. Sonradan ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb. Orta təhsilini Sumqayıt şəhərində əvvəlcə 28 nömrəli, sonra isə 34 nömrəli məktəbdə alıb. O, Heydər Əliyev adına Ali Hərbi məktəbi bitirərək hərbiçi olub. Polad Həşimov 2020-ci il iyulun 14-də Tovuz istiqamətində baş verən şiddətli döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin hücum cəhdinin qarşısını alarkən qəhrəmancasına şəhid olub. Polad Həşimov səngər generalı idi, çünki o, səngərdə əskərləri ilə birgə çiyin-çiyinə döyüşürdü. Onun varlığı əskərlərə güc verirdi. İyulun 14-də general-mayor Polad Həşimovun nəşi əvvəlcə doğulduğu Qəbələ rayonunun Vəndam qəsəbəsinə, sonra isə yaşadığı Sumqayıt şəhərinə gətirilib. General iyulun 15-də 2-ci Fəxri Xiyabanında polkovnik İlqar Mirzəyev ilə yanaşı dəfn olunub. 2020-ci il dekabrın 9-da Prezident İlham Əliyevin sərəncamı ilə Polad Həşimova Azərbaycanın milli qəhrəmanı adı verilib. Xatırladaq ki, Polad Həşimov 2003-cü ildə mayor qismində Prezident Heydər Əliyevin sərəncamı ilə hərbi xidmətlərə görə medal ilə təltif edilib. 6 il sonra 2009-cu ildə isə o artıq polkovnik leytenant qismində Prezident İlham Əliyevin sərəncamı ilə vətən uğrunda medal ilə təltif olunub. 2014-cü il iyunun 25-də 3-cü dərəcəli vətənə xidmətə görə orden ilə təltif edilən Polad Həşimov 2016-cı ilin aprel döyüşlərində göstərdiyi şücaətə görə 2-ci dərəcəli vətənə xidmətə görə orden ilə mükafatlandırılıb. Polad Həşimov 2016-cı ilin 2-4 aprelində cəbhə boyu baş verən hərbi əməliyyatlar zamanı Talış qəsəbəsi uğruna gedən döyüşlər aparan 1-ci Ordu Korpusunun qərargah rəisi olub və yaralanıb. 2019-cu il iyunun 25-də Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. O, daha sonra Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun qərargah rəisi təyin olub. 2020-ci ildə Qəbələ şəhərində Şəhidlər Xiyabanının yerləşdiyi küçəyə Polad Həşimovun adı verilib. Bakı şəhərinin küçələrindən biri də Azərbaycanın milli qəhrəmanının adını daşıyır. Polad Həşimovun adı Türkiyədə də əbədiləşdirilib. Osman Qazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adının verildiyi yeni park salınıb. Polad Həşimovun 2 oğul və 1 qız övladı yadigar qalıb.